Bey, oraya ha? Azərbaycan hakimiyyətinə yaxınlığı ilə tanınan Şərqə Baxış Analitik Mərkəzi daha əvvəl İranın 2 gün ərzində dağılacağını və ABŞ qarşısında davam gətirə bilməyəcəyini iddia edirdi. Lakin indi həmin mərkəz mövqeyini dəyişib. Sözü gedən qurum son paylaşımında bildirib ki, görünən odur ki, Tramp bu dəfə baltanı başa vurub. İran ordusu müharibəni genişləndirməyi və uzatmağı bacarıb. İran xüsusilə Körfəzi ağır bombardıman etməsi gedişata ciddi təsir göstərə bildi. Tramp hökuməti 3 məsələdə yanıldı. 1. Siyasi və hərbi liderlərin öldürülməsi Tehranda rejim dəyişikliyi üçün güc boşluğu yaratmadı. 2. Geniş xalq üsyanı başlamadı. 3. İrandakı proseslərin qısa müddətli həll yolu mövcud deyil. Böyük ehtimal ki, Tramp hökuməti Xamneyinin öldürülməsindən dərhal sonra yeni rəhbərlik ilə razılıq əldə olunacağını və müharibənin sonlanacağını planlaşdırmışdı. Amma hadisələr fərqli gedişat üzrə inkişaf edir. Tramp dünən axşam çıxışında sepahı silahı yerə qoymağa çağırdı. Bu da göstərir ki, İranda iplər siyasi rəhbərliyin yox, hərbçilərin əlindədir. Güman olunur ki, ölümündən öncə Xamney formal hakimiyyəti adları ictimaiyyətə məlum olan şəxsləri versə də, de facto hərbi siyasi idarəçilik sepahdan təşkil olunmuş hərbi şuraya ötürülüb. Şübhə etmirəm ki, ABŞ və İsrail yeni İran hakimiyyəti ilə razılaşma masasına sepahın tamamilə ləğv edilməsi şərtini gətirmək istəyindədir. Yəni, gedişat sepah üçün həm də mövcudluq məsələsidir. Bu baxımdan hərbçilərin sonadək müqavimət göstərilməsi gözləniləndir. Tramp hökuməti üçün 2 seçim var. Birincisi, müharibəni dayandırmaq üçün gərginliyi azaltmaq yolunu seçməlidir. Belə olan halda ABŞ və İsrail başlıca hədəflərinə çatmayacaq. Tehranda rejim dəyişikliyi baş verməyəcək. Ən əsası 400 kiloqramlıq zənginləşdirilmiş uran sepahın əlində olacaq. Tramp üçün ikinci seçim isə əl yüksəldib müharibəni genişləndirməkdir. Bu da ABŞ daxilində narazılığı artıra bilər. Artıq ABŞ elitasında İran ilə müharibənin mahiyyətinə dair ciddi etirazlar səsləndirilir. Digər tərəfdən, müharibəni genişləndirmək İranda İraq ssenarisinin təkrarlanması deməkdir ki, bu da böyük itkilər və hadisələrin nəzarətdən çıxması təhlükəsi daşıyır. Bir sözlə, Trampın sürətli nəticə strategiyası istənilən nəticəni doğurmadı. Tehranda rejim dəyişmədi, əksinə daha da hərbiləşdi. İndi ABŞ-nin qarşısında siyasətçilər deyil, əlində 400 kiloqramlıq zənginləşdirilmiş uranı saxlayan və mövcudluq mübarizəsi aparan bir hərbi şura var. Tarixi təcrübələr onu göstərir ki, yaxın şərqdə sürətli hərbi həll axtarışları əksər hallarda uzunmüddətli strateji bataqlıq riski daşıyır. Vaxtilə İraqda baş verənlər kimi hərbi üstünlük siyasi nəticəyə çevrilmədikdə müharibə artıq həll yox, çıxılmaz dalana aparır.